Salamlayıram, hər vaxtınız xeyir. Mövzumuz keçməkdir. Niyə görə belə bir mövzu seçdik? Sual olmuşdu ki, keçmək hara gedər, necə və hansı hallarda keçmək. Hallarından biri budur ki, insan keçməyi birinci öz düşüncəsində, öz şuurunda formalaşdırdığı, öz yaşam tərzinə əsaslanan bir düşüncə formalaşdırır ki, insanın keçmə istedadı, keçmə potensialları ki var. Onlar onun üçün o qədər aktiv olmur. Kim də görsə, orada şübhə və bədgümanlıq kimi şeylər aktiv olur ki, insan keçməmək üçün mütləq şəkildə bu negativ xislətlərdən, məfhumlardan istifadə edəcək ki, keçməsin. Bu keçməməklik məxsusiyyətini yaşayanlar bilir ki, keçməməklik insanın nəinki keçmədiyi insana qarşı özünə daha çox vurduğu zərbədir ki, kim və buna oxşar panika və həyəcan kimi bir şeylər ki, onun şuurunda formalaşır və şuural təvəccüh ediş edir və heç vaxtda bundan qurtula bilmirlər. Çünki anlamırda baş verdiyini və yaşadığı həyat tərzi ki, təşviş və həyəcandan ibarət olur. Keçməyin ən üstün insan üçün verə biləcəyi komfort və öz həqiqətini özünə görür şəkildə təqdim edə biləcəyi bir komfort ki var. Bu da insanın şuurlu şəkildə diqqətli olaraq keçməyindən keçir ki, insan bunu eləsə özünü xoşbəxt eləmiş olur. Özü xoşbəxt olmuş olsa, ətrafı xoşbəxt olur. Yəni keçmək ümumiyyətlə bir çox şeylər də var ki, insanlıqda elə bir yer olur ki, öz sevdiyindən də belə keçməli olur, yox, yəni keçsin. Çünki əziz halda keçə bilməsə, bu kere artıq onda sevgi yox, eləsə başqa bir hisslər imiş, başqa bir duyğuymuş ki, orada ondan keçə bilmədi. Hər halda lazım olanda insan sevdiyindən də belə keçə bilmə potensialı olmalıdır. O da sonradan yaranmır insanda. O dərin düşüncə ilə təvəkkülə həmin xasiyyəti dəyişir ki, düşüncələrlə bu cür müdrikcəsinə qərarlar verə bilirlər. Və bu baxımdan ki, bu yaxınlarda da ki, Qurban Bayramıdır. Elə burada aiddir ki, insan mənə görə burada aid edə bilərəm ki, təbii ki, əgər icazə versələr ki, bu Qurban Bayramında da belə bir şeydən o heyvan ki, kəsiləcək ki, Allah qəbul eləsin, o heyvanlar kəsiləndə də insan belə bir təfəkkürdə olsun ki, bunu ilə hər şeydən keçsin ki, ona, özünə, yəni birinci fərdim, yəni şəxsin özünə olan bir komfort, bir bəxşişdir ki, ona özünə yetək ki, təbii ki, Allah'ın izniyle. Bu da onun həqiqətlərini üzə çıxaracaq, əsl insanın keyfiyyətlərini üzə çıxaracaq ki, o hakimə aidi ki, yaşayırdı şuurda, şuur altı vasitəsilə ki, yaşayırdı. Şuurda bu həqiqətlər o qədər də həqiqət deyilmiş.